Aslan müəllim, salam. Salam, salam, xoş gəlmisiniz. Sağ ol, çox sağ ol. Aslan müəllim, yaxşıyıq, amma ondan da yaxşı olmaq istəyirik. Çünki problemimiz ondan ibarətdir ki, bizim tamaşaçımız Elmir Həsənov deməli dostunu o Londonda oxuyur və dostunu Bakıya çağırmaq istəyir. O İngiltərəlidir və istəyir ona bir hansısa bir yer görsənsin, harasa aparsın, hansısa bir məkana. Orada həm milli mətbəxi olsun, Azərbaycan milli mətbəxi, həm də Azərbaycan yəni ki, interyeri olsun restoranı, həm də Azərbaycan musiqisi olsun. Yəni ki, biz eşitdik ki, bəhbəh elə həmən yerdir. Siz elə düz gəlmişsiniz. Aslan müəllim, neçə ildir fəaliyyət göstərirsiniz? Onu demək istəyirəm ki, yəni bizim restoran artıq 11 ildir. Daha 11 ildən çox demək olar ki, Azərbaycan məkanında fəaliyyət göstərir. Gördüyünüz kimi saxsı qablar, yəni bu dəmir qazanlar, xalçalardır. Bu interyeri Azərbaycanın sayağı, yəni bənzər bir xüsusiyyət yaratmaq üçün biz burada istifadə eləmişik. Qabağınızda görürsünüz, kamin çox gözəl çay daşından işlənib və bu həmin kamini biz qış ərəfəsində istifadə edirik. Həqiqətən çalışırıq ki, belə bir abu-hava yaradaq da, istilik abu-havası yaransın. Aslan müəllim, yəni ki, məkanla tanış olduq, doğrudan da milli stilindədir və hər şey, yəni ki, sualın bir hissəsinə biz cavab verdik. Məkanı başa düşdük. İndi keçək, yəni ki, bu gözəl məkandan keçək gözəl yeməklərinə. Və bu soğuk qəlyanlı olan ərəbədir. 2 nəfər gəldi əyləşdi, 10 nəfər fərq etməz, gəlir, oturur, masa xidmətçisi yaxınlaşır həmin bu ərəbə ilə. Burada ancaq soyuq qəlyanlılardır. Soyuq qəlyanlılar. Bəli, burada soyuq qəlyanlılar, bir də isti qəlyanlılar. Müştərilər başlayır seçməyə. Xarici qonaqlar gəlirlər bura. Bəzi vaxtlarda tərcüməçi olmur və bizim masa xidmətçiləri bunu çox gözəl şəkildə xarici dildə, ingiliscəsində təklif edirlər. Bilirlər, sərbəst danışırlar, izah edirlər tərkibinə kimi. Aslan müəllim, bəs musiqi məsələsi, yəni ki, şou proqramı var mı? Bəli, əlbəttə var. Musiqi demək olar ki, 8-in yarısından başlayır. Ta harısı saat 12 kimi davam edir. Bir neçə parçalardan ibarətdir musiqi. Birinci parça muğam parçasıdır. Gəlirlər trio muğam, ifadə edirlər seygahlar. Xarici qonaqlar çox xoşuna gəlir. Yəni qulaq asırlar və çox əl çalırlar. Ondan savayı Amburan qrupu var. O Amburan qrupudur. O belə Bakı sayağı gözəl bir musiqilər yaradır. Bir də ki, solo skripka. Bəli, skripkada solo cürbəcür romantik, belə melodik bir mahnılar ifa olunur. Çox gözəl. Aslan müəllim, yəni ki, biz indi gözəl bir yeməkləri, qalyan altıları gördük. İsti yeməklər qalıb, hələ sualımız qalıb. Hələ çox maraqlıdır. İstərdim ki, əgər bu mümkündürsə, gedək və baxaq harda hazırlanır bunlar və kim onları belə gözəl bir, özüm tanış olmaq istəyirəm bu gözəl adamla, kim bunu çox gözəl təqdim edir və güzəldir. Olar mı? Buyur, əlbəttə ki, buyur. Buyur, Vado müəllim. Bu da bizim mətbəximiz. Fikir verin, burada hazırlanan kütüm ləvəngidir. Özü sümüksüz kütümdür, sümüyü təmizlənir. Belə çox malı. Bu küftə olan hazırlanan dolmadır. Adi dolma deyil, küftə hazırlanan təndirin içində. Bu təndir çörəyi, bazı çörəyi. Bu işləri isti-isti gəlir, elə masaya. Burada pişirilir. Burada deyil, bu həmin bu təndirdə bu pişir çörəyi. Əsas da ki, niyə istəyəm qeyd eləməyə fikrinizi, fikir verin ki, bu balaca təndirdir, ərəbənin üstündə. Bu, həmin bu pişən kebablar təndirdə hazırlanır. Kebablar da təndirdə pişirilir. Nəyin kebablar? Cürbəcür yeməklərdir. Hazır həmin kebablar pişirir təndirdə, çıxarılır oradan aşpaz tərəfindən. Öyle deyəsən hazır olur elə. Qəşəng hazır şəkildə bu təndirə, təndirin içində kömür də var. Kömür də var. Kömür isti-isti. Buradan da aparılır düz hələ stolun qabağına. Yəni təqdimat belədir. Təqdimat belədir. Təqdimat şəkildə belə olur. Usta, bundan başqa nə pişirirsiniz burada? Bizdə təndirdə nal, sirluqa balıqları, asatirin bütün şəkildə təndirdə pişirilir. Yəni ki, bütün şəkildə elə də verilir. Bəli, o qədər də pişirilir. Təndirdən çıxır, qablarda düzəldilir və banketə, qonaqlara təqdim olunur. Balıq doğranır nar şəklində. Kabablıq balıq bizdə təndirdə gedir. Qonaqlar istəyir, təndirdə istəyir, manqalda, tavada. Bizdə təndirdə istəyir, orada verilir. Saz yeməkləri təndirdə də verilir. Manqalda da pişirir, bizdə aslında kömürdə pişirir saz yeməkləri. Bəli. Çox sağ ol sizə, yorulmayasınız. Sağ olun.
Bu da mənim. Gördüyünüz bu xüsusi kabinet xüsusi VIP qonaqlar üçün nəzərdə tutulub. 8-10 nəfərlik idi. Burada demək olar ki, xüsusi VIP qonaqlar məhz bu kabinetə biz dəvət edirik, əyləşirlər. Yəni musiqidən kənar. İndi lazım olsa gələcək, yəni Elmir Həsənov öz xüsusi qonağı olsa, ya bir şey olsa biz təşkil edək. Onun üçün bu kabinetdə bir gözəl bir masa açarıq. Çox sağ ol Aslan müəllim. Hörmətli Elmir Həsənov, əgər siz öz xarici dostunuzu Bəhbəh klubuna gətirsəniz, heç də uduzmazsınız. Çünki burada milli musiqin sədaların altında siz gözəl, ləziz yeməkləri dada bilərsiniz.